romannavis yazıcıları Bənzərsiz fəaliyyətləri və təşəbbüsləri sayəsində bu ədəbi əlaqələr yeni bir mərhələyə yüksəlmişdi. Demək olar ki, qədim dostluğun bu günə gəlib çatmasında və onun əsl ədəbi dəyər qazanmasında dövlət rəhbərlərinin rolu danılmazdı. Bu eyni zamanda qarşılıqlı əməkdaşlığın, səmimiyyətin və mədəni yaxınlaşmanın bariz nümunəsidir. Bu gün Özbək və Azərbaycan ədəbi əlaqələrinin qarşılıqlı əməkdaşlıq əsasında inkişaf etdiyinin şahidi oluruq. Yaxın zamanlarda biz anar kimi tanınmış yazıcını, Azərbaycan Yazıçılar Birliyinin sədrini qəbul etdik. Onun əsərləri müxtəlif Türk respublikalarında geniş şəkildə təqdim olunmuş, roman yaradıcılığı sahəsində xüsusi yer tutmuşdur. Bu dostluk azaldan mühürlenip gelingen. Başda Özbəkistan Yazıçılar Birliyi sədri Siracəddin Səidovla nüfuzlu nümayəndə heyəti Bakıya gəliblər. Bizim əlaqələrimiz ölkələrimiz arasındakı dostluğun tarixi qədimdir. Bugün də ölkə başçılarımızın belə deyək, fədakar əməyi, zəhməti hesabına bu əlaqələr daha da yaxınlaşır. Bu görüş yeni mərhələ üçün vacib bir körpü olacaq.